Yazarlar daim var olub deyirsiniz də, hər dövrün yazarları var və bugünün müasir gənc yazarları var. Siz o gənc yazarların sözsüz ki, bəlkə də təsadüfən də olsa qələmləri ilə də rastlaşa bilirsiniz. Həmin yazarlara, bu yolun başında olanlara, yazıb pozan qələm dostlarınıza, həmkarlara nə demək istəyirsiniz, məsləhətiniz nə olardı? Mən tədqiqatçıyam daha çox. Böyük çıxmasında, yəni araşdırıram belə ədəbiyyatı. Təbii ki, gəncləri oxuyuram mən. Və təqdir elədiyim, bəyəndiyim çox gənc yazar var. Adını çəksəm, inciyə bilərlər digərləri. Məsələn, Aysel Əlizadəni heyranlıqla oxuyuram. Kəramət Böyükçölü maraqlı yazır. Aysellə də dostdular. Eyni müstəvidə. İntiqam Yaşar təqdir edirəm. Akif Ulucay var. Belə. Akşin Yenisey var. Çoxdur yazarlarımız. Bəzən unuduram bəlkə də adını mən. Sevinç Çılğın var. Televiziyadan daha çox tanışam ondan. Amma Sevinç Çılğın bəzi proqramlarda çıxış edir. Elə biləm ki, o şair kimi daha ucadır. Yəni, deyəcəksiniz ki, və ad çəkdim, amma ki, məni bağışlasınlar lütfən. Hədiyyə Şəfaqət var. Özündən xəbərsiz mən onun hekayəsini Bütöv Azərbaycan Bədii Təfəkküründə Şuşa antologiyasına daxil eləmişəm. O qədər gözəl ifadə eləmişdi qələbə gününün, zəfərin qazanılması ilə bağlı o xəbəri. Yəni, heyran oldum, ona mən ifadə tərzinə daxil elədim. Mən bilirsiniz, nəyə arzulayıram? Bəzən gənclərimiz özündən əvvəl yazıb yaradan şairlərə haqlı-haqsız təkəbbürlü ifadələrdə bulunurlar. Keçmişdilər. Əgər vaxtında o şedevr yazıbsa, tutaq ki, yəni o dərəcədə gözəl əsərlər yaradıbsa, sən onu tənqid eləməkdən özünü saxla, yəni. Axı sən o deyilsən hələ. Mən hamısına demirəm. Yəni, o tendensiyanın daşıyıcılarına deyirəm ki, ölülərlə yox, dirilərlə uğraşın. Və bilirsiniz, Səməd Vurğun vaxtında bəyəm az iş görüb ki, Azərbaycan şeiri, hətta Səməd Behrenci deyir ki, əgər Azərbaycan şeiri, Səməd Vurğun Azərbaycan şeiri Heydər Babaya Salam poeması qədər çap olmasaydı, bəlkə də ondan da şöhrətli olardı. İndi o Səməd Behrencinin o dərəcədə dev yazarın sözüdür. Mən nə deyim ki ona, deyə bilməm. Amma mən belə yazmış demişəm ki, axı Səməd Vurğunun Azərbaycan şeirini yazarkən elə bir qadağa yox idi. Səmədə elə bir qadağa yox idi. Gözəldir, əsərdir, gözəldir, amma lirikadır. Heydər Babaya Salam poeması isə mən bu cür izah edirəm. Hər kəsin keçmişidir. Hər kəsin dünya baxışıdır. Hər kəsin anasının öyrətdiyi dilidir. Yəni o qadağalardan sonra o dil onlara məlhəm kimi gəlib də. Və Heydər Babaya Salam poeması xəliqidir. Təbriz ağzındadır. Oxucular oxuyanda onu elə bil ki, anasının laylasını dinləyir. Mən demirəm, Azərbaycan şeiri tərənnümdür. Azərbaycana sevgi aşılayır. Heydər Babaya Salam poeması deyil axı. Gözəl şeirdir. Mən qətiyyən tənqid eləmək fikrində deyiləm. Amma Heydər Babaya deyil. Yəni, baxaq, yazılan nəzirələrə baxaq. Yaratdığı məktəbə baxaq. Yəni, Şəhriyar o baxımdan həyatda nakam olsa da, bəxtsiz taleyi gətirməyən şair olsa da, sənət aləminin bəxtəvəridir, bəxtiyarıdır sənət aləmi. Çünki Şəhriyarı sevməyən bir adam, inanmıram olsun. Hətta Güntay Gəncəv kimi gündə bir ad dəyişən İsveçdə bir Güneyli var, məsələn. O belə Şəhriyarın üstündə durur, tənqid eləmir onu. Düzdür, bir dənə İrançı mövqeyi də var, deyir, mövqeyi var, mən də onu tənqid eləmişim. Yəni, Şəhriyarı
Məsələn, adicə Seyid Muğanlı deyir, kimə deyirsiniz deyin, Şəhriyarı toxunmayın. Çünki Şəhriyarın toxunulmazlıq statusu var. Sənin dilin əldən gedəndə o həyəcan təbili çaldı, düşdü ortalığa, əlində qılınc. Kütəlməz qılınc. Başda Firona qənim qılınc, sipəri olan bir Şəhriyar. O dili o səviyyəyə qaldırdı yəni. Ona görə də mən elə gəlir ki, bir atalar sözündən demək istəyirəm. Qoyunu qoyun ayağından, keçini keç ayağından. Haqqı nahaqqa vermək olmaz. Gerçəkdən. Onunla heç kəs nə populyar olur, nə qazanır, nə şöhrətlənir. Əksinə biri deyirsə ki, hə, kimsə ona şey də verə bilər, belə nə deyirlər ona, motivasiya da verə bilər ki, hə, nə yaxşı sən cəsarətə fikir yazmısan. Amma əksəriyyət deyəcək ki, utanmır, ayıb deyil. Yəni, klassiklərə dil uzatmaq nə deməkdir? Niyə biz Məhsətiyə dil uzadaq? Niyə? Məhsəti axı bizim qadınlarımızın o dövrdə ən gözəl rübailər yazan bir nümayəndəsidir, şairdir. Və onun mənsub olduğu təriqət var. Və şahın sarayında ən hörmətli bir şəxs olub, sənətkar olub, yəni. Bu dərəcədə mövqe tutmuş bir adam qadındır. Qadını sevən də olar, sevməyən də olar. Ona sevgili gözü ilə baxa da bilərlər, baxmayan da olar. İndi o baxışlara görə yəni Məhsəti günahkar deyil ki. Sən Məhsətin əsərlərinə bax. Hə, nə olsun ki, Məhsəti hansısa bir erotik kəlməni işlədir. Yəni, bugün bəyəm varis nələr yazmır ki? Niyə pəhpəhlə arxasıca düşmüsünüz? Niyə Məhsətiyə dil uzadırsınız? Yazıb da o da qadındır, insandır. Daş dəmir deyil ki. Bəlkə onun da sevdiyi elə bir insan olub ki, o cür ifadə eləyib. Olsun, nə var ki burada? Ədəbiyyat nə üçündür? Ədəbiyyat insanı yetişdirmək üçündür. Ədəbiyyat insanın xarakterini, kimliyini, şəxsiyyətini, insanlığını formalaşdırmaq üçündür. Həyata bağlamaq üçündür. Yaxşıları götür, bəyənmədiyini qoy bir qırağa. Yəni, qılıncını sıyırıb, dədəm mənə kör deyib, gəlib gedənə vur deyib, ortalığa düşmə. Bu baxımdan mən gənclər bizim gələcəyimizdir. Gənclərin qadasını alım. Həyatımızdır. Gələcəyə baxışımızdır. Allah onları var eləsin. Qarabağda, uşaqlıq çağlarında, uşaq oyunlarında dediklərini, oynadıqlarını 44 günlük Vətən müharibəsində real şəkildə həyata keçirdilər. Dünən kuklalarla oynayanlar 44 günlük savaş zamanı zirehli texnikanın belində ermənilərin dərsini verib onlarla oynadılar. Onların necə lazımdı oynatdılar. Qisaslarını aldılar. Yəni gənclərimiz budur. Allah bizi olarsız eləməsin və bir daha müharibə göstərməsin. Bizim sayılıb seçilən vətənlə ürəkləri döyünən və vətən sevdalı balalarımız qırılmasın. Analar göz yaşlı qalmasın. Övlad itkisi çox ağırdır. Və heç kəs arzulamıram. O baxımdan düzdür, vətən yolunda şəhid olmaq şəhadətin ən alisidir. Şərəfdir. Kaş mən də vətən yolunda şəhid olaydım. Gözümü qırpmadan, uf demədən gedərdim. Və biləcəkdim ki, mən Allahın ən uca məqamında olacağım. Amma yəni onları o tarixi gənclərimiz yazdılar. Komandirləri ilə birlikdə, Ali Baş Komandanla birlikdə, dövlətimizlə, ordumuzun birliyinin nəticəsində şanlı ordumuzun, bugünkü veteranlarımızın, əskərlərimizin, döyüşçülərimizin, qazilərimizin, o müqəddəs şəhidlərimizin Şuşanın hər qarşısını qızıl qanları ilə suvaran və bugün o yerdə lalələr bitməsinə zəmin olmuş oğullarımız. Hər biri bir dastana layiq, qəhrəman olan oğullarımızın sayəsində qazanmışıq. Ruhları şad olsun. Verilişin sonunda ənənəvi olaraq arzuları almaq istəyirdim. Onsuz qədər gözəl arzular dilədiniz ki, vətənimizə millət. Keçmişi unutmayaq gülüm. Keçmişi unudanın gələcək topa tutacaq. Yəni, keçmişimizi yaşatmalıyıq. Keçmişimizi vurub qalxmamalıyıq. Vurub sındırmamalıyıq çərçivələri. Düzdür, modernizm gözəldir, yenilik gözəldir. Amma o da dərəcəsində gözəldir. Aşırı olan hər şey xoşa gəlməzdir.
həddən aşan hər şey xoşa gəlməz olur. Mən dərs vermək niyyətində deyiləm. Heç kimə tövsiyə vermirəm. İnsan ətdən və sümükdən ibarətdir. Səhv insana aiddir. Hər kəsin səhvi var. Yəni hər kəsin boşluqları var, yanlışları var. Amma biz dəyərlərimizin dəyərini bilməliyik, qədrini bilməliyik. İnsan milli dəyərləri ilə xalq əbədidir. Bayram nemətləri ilə xalq əbədidir, süfrəsi ilə xalq əbədidir, mətbəxi ilə əbədidir. Necə ki, Şəhriyar yazıb. Şəhriyarın heç Azərbaycan milli mətbəxinə münasibəti və şeirlərinə onları gətirməsi ayrıca bir mövzudur. Yəni, bu dərəcədə mətbəxi poeziyaya gətirmək nə deməkdir siz? Kim Şəhriyara dil uzada bilər? Kimin cəsarəti çata bilər axı? Kim onun bir mövzusunu o mükəmməllikdə işləyə bilər ki, ona dil uzatsın? Yəni, bu baxımdan deyirəm ki, təbii, hər kəsi mən öz yaradıcılıq yolunda uğurlar arzulayıram və arzularla, istəklərinə yetməyi diləyirəm Tanrıdan. Və son olaraq isə Şəhriyarın o dövrdə, məhz bu dövr üçün sanki yazdığı yaşayış şeirini fars dilində yazdığı, amma tərcümə olunmuş Azərbaycan türkçəsinə şeirini demək istəyirəm ki, Şəhriyarı da qınamaq həvəsindən olan kiminsə həvəsində varsa ondan vaz keçdim. Çünki bunu oxuyandan sonra təbii ki, vaz keçmək əlində olmayacaq. Çəkmişəm əllərimi süfrəsindən həyatım. Yığmışam gözlərimi töhfəsindən həyatım. Talih qonaqlığında qan içmisən ey ürək. Kim verin? Talih qonaqlığında qan içmisən ey ürək. Tanrı sana bəxt verəndə sən xoş gün üçün yox, qan içmisən. Yəni, dərd, bəla və qan yazılıb bəxtinə. Talih qonaqlığında qan içmisən ey ürək. Şaxta duydun həmişə, nəfəsindən həyatım, isti görmədin. Bir gülər üz görmədin, axıradək dünyada. Göz yaşım selə döndü, hiləsindən həyatım. Başıma bir sayə sal, sən ey ölüm mələyi. Canım qurtara bəlkə məhbəsindən həyatım. Sayə kölgədir. Deyir, ey ölüm mələyi, başıma kölgə sallar, ölüm gəl, ölümü çağırır. Ki, bəlkə bu həyatın məhbəsindən xilas ola biləm mən. Ölümü arzulamaq nə demək? Bezib həyatdan, zülümdən, əzabdan. Karxanalar, mədənlər naləsinə qulaq as. Ağızlar qan əndərir şilləsindən həyatım. Vaxtsız düşən bir uşaq məhəbbət şivənidir. Canda bir can məhv olur tənəsindən həyatım. Olum həyatsa əgər, ölüm qorxusu nədir? Qurtaran yoxdur hələ, tələsindən həyatım. Ölümlə keşməkeşdə ürək bir qəhrəmandır. Qəddimiz kaman olur, şələsindən həyatım. Bəzən gücümüz çatmayan yüklər şələliyirik, kürəyimizə gücümüz çatmır. Həyat bizimdir deyə, güvəncimiz nahaqdır. Bir ümman dərdimiz var, giləsindən həyatım. Sən özündən qürrələnmə puluna və əsəbinə, varına, dövlətinə. Həyat mənimdir deyə. Bizimdir deyə. Amma bir giləsi sənə bəzən elə bir dərd verə bilər ki, heç o bu qədər yığdıqların da heç düşər. Sarvanı ölüm olan bir karvan içindəyik. İblislər zahir olur, kölgəsindən həyatım. Fikir verin. İblislər zahir olur, sarvanı ölüm olan bir karvan içindəyik. İblislər zahir olur, kölgəsindən həyatım. Dünyanın həyanıdır elm, irfan, mərifət. Daşdır arxain olma pilləsindən həyatım. Elm, irfan, mərifət əbədidir. Yəni, bunsuz həyatın, elin, obanın, xalqın gələcəyi yoxdur. Elmlə, şair nə deyə bilər bundan artıq? Yəni, elə. Eşqin qoca təbibi dərdə çarə bulmadı. Sağ çıxmağa ümid yox, çilləsindən həyatım. Başım üstə Nuh kimi dayanmışdı o təbib. Can qayığım batırdı həmləsindən həyatım. Nuhun gəmisi də xilas eləyə bilmədi, yəni başımın üstündə durmuşdu. Amma can qayığım həyatın o dərəcədə dalbadal zərbələrlə həmləsində batırdı artıq. Nuh da kömək eləyə bilmədi, gəmisi ilə xilas eləsin.
Cəhənnəmdə cəhənnəm intizarı çəkirik. Ölüm həyat istəyir, köləsindən həyatın. Ölüm həyat istəyir, köləsindən həyatın. Kölədən də aşağı nə ola bilər ki, ölüm? Ay, yəni şairin bugünkü, bu aktualdır, sanki bugün üçün deyib, yaşadıklarımız üçün deyib və bir söz deyə bilərəm ki, Şəhriyar gerçəkdən bizim müasirimizdir və onu öyrənməyə dəyər. Çox sağ olun Əsmə xanım. Deyilməz. Çox söhbətiniz üçün, gözəl şeirləriniz üçün, bizi aydınlatdığınız üçün. Çox sağ olun, təşəkkür edirəm. Bu ədəbi meydanda daim var olun. Çox sağ olun, təşəkkür edirəm. Gəlsin. Çox sağ olun, Minnətdaram. təşəkkür edirəm. Çox sağ olun, minnətdaram sizə. Var olasınız. Proqramın aparıcısı kimi sizə, operatorumuza, Nizami bəyə və Mehriban xanıma, bütün ekibə minnətdarlığımı bildirirəm. İmkan verdiyiniz üçün insan özü olsun, özü danışsın. Yəni sapmalarsız, yəni adam insan yəni özünü ifadə edəndə içindən gələnləri deyə bilir. O imkanı yaratdığınız üçün təşəkkür edirəm sizə. Dinləmə mədəniyyətinizə görə. Sağ olun.